Putinlə dostluğumu deyirlər. Amma mən Putinlə oxuyan vaxtı tanış olmamışam. Mən onunla imtahan verən vaxtı abituriyent olanda həmən o universitetin koridorlarında tanış oldum. İlk tanışdığınız onda olub. Sən özün tələbə olmusan. Bəli. İmtahan verəndə orada görürdün də uşaqlar hamımız gəlir. Hamı biri-birini tanıyır. Büyün bir imtahan. O bir imtahana gələndə görsən cəmaat biraz azalıb. Amma bəziləri var, elədirmi? Bəli. Üçüncü imtahana gəlirsən, görürsən lap azalıb. Amma görürsən yenə eyni adam bir salamlaşırsan, eləyirsən də. Bu aydın bir məsələdir. Bax, ondan bir də Xmarinlə, hansı ki, indiyənə kimi bir dostluq eləyirik. Onunla biz həmən o abituriyent olan dövr, imtahan verən dövrdə tanış olmuşuq. Həmin o dəhlizdə. Bəli. Halbuki hələ heç bilmirdik. Kim qəbul olunacaq, kim olmayacaq. Bu bizim üçün aydın deyil idi. Artıq bir-birimizi tanımışdıq, adımızı bilirdik. Amma indi belə alındı ki, üçümüz də qəbul olunduq. Orada da maraqlı bir şey idi. İndi gəlmişik, siyahı asılıbdır. Qorxa-qorxa gəlmişik, gedib o siyahıya baxa bilmirik. Hamı da gedib ki, qəbul olunanların siyahısı. Qəbul olunanların siyahısı yazılır. Biz də üçümüz durmuşuq biraz qıraqda. Ürək eləmirsiniz yaxınlaşmağa. Heç kim ürək eləmir getməyə, baxmağa. Bu Xmarin bizdə boydan hündürdür. Bəli. Bu Putinlə ikimizin boynumuz eynidir. İndi biri-birimizə deyirik ki, mən buna deyirəm, Get bax. get bax da. O deyir, niyə sən get bax da? Biz biri-birimizə deyirik. Axırı mən bu Xmarinə dedim ki, sən boyun uzanın, buxunun yaxşıdır. Orada da cəmaat durub, biz oraya girə bilməyəcəyik, biz görə bilməyəcəyik. Sən yenə yaxşısan, get bir onu bunu